atam türmə rəisi olub. Mən uşaq vaxtı ora atamla gedirdim. 98-ci ildə ora mən dustaq kimi gedirdim. Mən hər həbsxanaya düşdükcə mənim ətrafım daha da genişləndi. Yəni buradan düz İrana qədər, nə bilim, Pakistana qədər. Belə deyim, mən əhatəmdə 500 adam var idisə, Gəncədən istifadəçi, satanlar, həmin belə. Mən həbsxanada getdim, tanıdım, İranı tanıdım, Lənkəranı tanıdım, Astaralı tanıdım, Cəlilabadlı tanıdım. Yəni əhatə daha da, mən hər həbsxanaya düşdükcə mənim ətrafım daha da genişləndi. Yəni buradan düz İrana qədər, nə bilim, Pakistana qədər, Pakistanlı var idi, İranlı var idi. Onların hamısı da bir-birindən əlaqə saxlayırsan, nömrə götürürsən. Orada da indi bir-birini tanıyır da hamı çıxanda. Yəni çıxanda artıq qopmaq olmur da onda, oradan. Yenə də davam edirsən istifadəyə. İstəsən, yəni mən eləmişəm. Hə, mən bura gələnə qədər mən eləmişəm. Mən bura gələndə artıq gördüm, yox yəni. Bura gələndə bəs necə oldu? Səni bura necə təsirlədi sənə? Sən dərk elədin ki, yox, mən sağalmalıyam, belə yaşaya bilmirəm. Burada mən sağlam, yəni nəsə deyim, təmənnasız, yəni nəsə maraqsız əlaqə hamı ilə kəsilmişdir. O əlaqəni mən bu yəni ünsiyyəti burada görürəm ki, siz kimsə kiməsə nə isə eləyirsə, hansısa bir xoş münasibəti isə, mənə çöldə kimsə yaxşılıq da eləyəndə, özümdə şübhəyə düşürdüm ki, görəm bu bunu niyə eləyir? Axırında kökündə nə var? Bu məndən özümdə nəsə gözləntisi var, əvəz gözləyir. Özümdə ehtiyat eləyirdim ki, görüm bu nəyə görə bu yaxşılıq? Burada amma bilirəm ki, o yoxdur. Burada hər şey, yəni pul rol oynamır. Kimsə kiməsə nəsə yaxşılıq eləyirsə, onun arxasında nə narkotik güdmür, bilirəm ki, çünki nə pul güdmür, heç bir maddi maraq yoxdur. Yəni hamısı insaniyyətlikdən olan yəni şeylərdə. Bu şeyləri də mən demək olar ki, unutmuşdum. 2007-dən başladım. Bir il zaten belə, bir ildən sonra onlar özüm də kiməsə nəsə yaxşılıq elində onun kökündə nəsə olurdu. Mənə da bəlkə də heç bir təmənnasız da kimsə eləyəndə gözləyirdim ki, yəqin kökündə nəsə var. Bəs burada sağalandan sonra sizə olunan yaxşılığı sizə kiməsə eləyəcəksiniz? İnşallah, əlbəttə ki. Buradan düzü hələ ki mən buradayam. Mən elə bu gün buradayamsa, bu gün ayrılamsa, hələ ki mən gələcəyə indi inşallah ki burada olaram yəqin ki. Çünki elə fikrim mən elədir ki, burada qalım, buradan yəni əhatəmdə ayıq qalmaq üçün, həyatımı davam eləmək üçün, yəni elə burada inşallah yaxşı olar da fikrim var ki, getsəm də, gəlsəm də, yəni burada olum ki, çünki istəmirəm gedim. Yəni bura sizin üçün ümid yerinə çevrilir. Bəli. Ki sağalacaqsınız, sağlam şəkildə. Sağlam şəkildə, yəni ətrafında sağlam insanların olmaqda. Siz çöldəki o sağlam adamlardan deyib, fikirləşirəm ki, getdim, ayıq da olsam, sağlam da olsam, istər-istəməz o şübhələr, bəlkə də deyil. O şübhələr adamı siz apara da bilər təzdən. Ona görə istəmirəm ki, mən buradan uzaqlaşasınız. Bəli. Çünki adamı olub deyil, dayanmışam, o şübhələr, daha evdə də, yəni nə bilim, qohum əqrəbədə, o şübhələr mən bir də bezginliyə salıb, aparıb istifadəyə. Ona görə yəni açıq fikrim elə şey. İnsan beynini rahat qoymur, hə, o şübhələr? Hər də adama qıcıq verir də, istər-istəməz adamı oyadır elə bir xəstəliyin yerində. Ona görə fikrim o şey. İndi qutarandan sonra da düz deyil, gedib gəlsəm də, yəni evdə də qalsam, anamla da, oğlumla da axır gələcək yerim belə deyim də, yəni bilim ki, buradır. Yəni axır məkan buradır, hara getsəm. Necə düşünürsünüz? Siz inşallah sağlalandan sonra xoşbəxtlik tapacaqsınız? İnşallah. Yəni düşünürsünüz ki, sağlam həyat elə xoşbəxtlikdir? Əlbəttə ki, sağlam həyatımız elə xoşbəxtlikdir. Elədir. Yaşca daha cavan olanlara, istifadəyə təzə başlayanlara və ya kim ki ümidi yoxdur, itirib, deyir ki, bu çıxış yolu yoxdur, nə deyərdiniz onlara? Siz, mənim özümdə bax, birinci səfər başlamışam, bir ildən zaten sonra belə deyim. Mən birinci səfər evdə zat ailəm biləndə nətər oldu bildilər. Mənim Bakı
2007-ci ildə istifadəyə başladım. 8-9 aydan sonra Bakı Baş Mütəşəkkil Cinayət Mübarizə İdarəsi banditizm gəldi Gəncədən götürdü. Evdə zətdə onu da bildilər. Yəni bizdə nəsildə ümumiyyətlə nə atam tərəfdən, nə anam tərəfdə düzdür, yüngül istifadə edənlər olub, amma sırf damar daxili, yəni narkotik onu eləyən olmuyor. Bir dənə mən olmuşam. Bildilər, cəhdlər saldılar müalicəyə. Yəni sonra elə oldu ki, müalicəyə hara saldılar? Evdə həkim gəlib evdə eləyirdi. 5-6 dəfə mən evdə bağlı şəraitdə işim bilmədən evdə müalicə etdiriblər o vaxt. Bir il, 2 il keçdi, nəyisə itirdim, fikirləşirdim ki, daha olsa nəyim qalıb ki, itirmişəm də daha. 5 il, 3 il keçdi, baxıram 3 il dalaka yox, akazvətcə 3 il bundan qabaq mənim qalıbmış hələ. Amma mən elə bilirdim, bitirmişəm. Yəni ümumiyyətcə, məsəl üçün, mənim maşınım satılıbdır, mənim pulum nəyiniyəm tərk edib. 3 il keçib baxmışam ki, yox, 3 il bundan qabaq akazvətcə mənim hər şeyim varmış, gənə itirdim. Yəni o İndən sonra yəni bir 50 il də keçsə, 30 il də keçsə, ha vaxt yəni o səhv fikirdir ki, mənim tanəyim qalıb ki, gecdir yəni dayanmaq. Yox. Çünki 3 il, 2 il keçir, arxaya baxsan ki, mən plan vaxtı dayansaydım, bugünkü gün bu olmazdı. Həmin gün dayanıb 3 ildən sonra bir də baxsan ki, kəşke o vaxt dayansaydım, bugünkü gün bu olmazdı. Yəni o belə deyim də, o təmiz divə düşmək, o ölənə qədər tutarmır insanda. Yəni nə qədər istifadə düşdükcə daha da dərinə düşürsə. Ölən bir günə qədər istifadə elədikcə düşəksən. İstifadə elədikcə düşəksən. Düz ölənə qədər. Yəni o heç vaxt gec deyil də. Yəni mən bugünkü gün qurtarmayıb, belə deyim, 3 ildən sonra istifadə edib, 3 ildən sonra bugünkü günə baxsam, fikirləşəcəm ki, mən kəşke o vaxt dayanardım ki, bugünkü gün bu olmazdı. Yəni o hər gün dağa düşürsən. 100 ildə yaşasaq, hər gün sürünsən, divə düşəksən. Özdə pulsuzluq atırdılar deyə İranlılar atırdı, bizlər axtarışdayam. Ona görə yəni tutulmayım deyə verirdilər. Mən də həddən artıq çox istifadə edirdim, tutuldum. Mən həbsxanada 2 dəfə dilim qatlandı, çudurba keçdim, psixoloq çağırdılar. Yəni çox pis vəziyyətə düşmüşəm. Orada da elə belə də soyuq suyla girib çimib, yəni belə özümə gəlmişəm. Bağlı rejimdə, Gəncənin türməsində. Ağır olur. Ölüb ölümdən qayıtmışsınız da belə. Hə, dözmək olmur, yəni çox çətindir. Bax, deyirsiniz, itirə-itirə gəlmişəm. O itirdiklərinizi itirməsəydiniz, həyatınız necə olardı? Həyatım, onun belə başa sağlamlarım, yəni yaxşı. Ən azından indiki yerə müqayisədə tamam fərqli olardı da. Çox fərqli, yəni demirəm, mən özüm də institut oxumuşam, özüm yəni öz bilmə girmişəm. Haranı bitirmisiniz? İqtisadiyyat və İdarə Etmə, Gəncə Texnologiya Universiteti İqtisadiyyat və İdarə Etmə fakültəsini. Yəni mən istifadə eləməsəydim, həbs olunmasaydım, yəni mən işə də girərdim. Atamdan da demirəm, ikisi də dövlət qulluqçusu olsa, biri mayor olub, biri polkovnik olub. Ədliyyə? Atanız da, ananız da? Atam türmə rəisi olub. Atanız türmə rəisi olub. Hansı türmə? Gəncədə, Ağdamda. Gəncə türməsində. O siz düşdünüz türmə rəisi olub? Hə, 93-cü ildə oradan çıxıb, 98-ci ildə. Mən uşaq vaxtı orada atamla gedirdim, 98-ci ildə oradan məncə tutaq kimi getdim. Həyatın təzadına bax. Həyat insanı hardan hara gətirir. Amma əslində həyat deyil, o sizin öz səhvlərinizdir. Bəs indi bundan sonraki həyatınızda nələr eləməyi düşünürsünüz? Necə yaşamaq istəyərdiniz bundan sonraki həyatınızı? Ayıq olsam qalxaram da inşallah. Düzdür, yəni o 98-ci ildən bəri o olası deyildi. Yəni, o şeyə çətin. Qayıda bilməzsiniz o vaxt. Yox, o yox. Yəni, oradan bəri itirdiklərimə yəni mümkün deyil. Belə inşallah ki, öz ayağımın üstə qalxaram. Valideynləriniz sağdır? Atam rəhmətə gedir. Hə, ananız amma ananız da ədliyyə işçisi olub da. Ədliyyə mayor olub, Zaks müdürü olub, 31. O Gəncə şəhərində Zaks müdürü olub. Özünüzə nə arzulayırsınız?
özümə yəni birinci ayıqlıq arzulayıram. Eləm birinci ayıqlıq. Gözləriniz doldu. Mən bayaq türmədən danışanda. Hansı ki atanız o türmənin rəisi olub, siz o türməyə sonra getmisiniz. Siz o anda nə hiss elədiniz? Hansı ki atanız orada işləyirdi, rəis idi. Siz sonra o türmədə həbsdə oldunuz. Nə hiss elədiniz onda? 5 dəfə. Birinci 5 dəfə orada həbsdə olmusunuz. Hər həbs olunanda oradan elə bil iş alıb məhkəmədən Bakıya cəza müəssisəsinə gəlsəndə istintaq cəzaxanasıdır ora. Nə hissə keçirdiniz o vaxtı? Birinci səfər yəni polislə dalaşıb tutulmuşdum qayda. Onda da yəni mənim özümə görə həbs eləmədilər. Birinci səfər mənim həbs olmağım sırf valideynlərimin prinsip məsələsinə görə yəni məni həbs elədilər ki, məhkumluğum olsun. Məni məhkəmədən buraxdılar. 1 il qaldım Gəncənin türməsində, məhkəmədən məni buraxdılar azadlıq məhdudlaşdırılmasından komendantlıq ki, məhkumluğum oldu deyə. Məhkumluq olduğuna görə ki, mən artıq heç bir işə girə bilməzdim dövlət işinə. Yəni prinsipə görə ki, sizin adınıza məhkumluq düşsün. Bəli, elə də oldu. İstədikləri kimi də oldu. Biraz ki, valideyninizdən qisas aldılar atanızdan. Onu bilmirəm. Nəyəsə qisasını aldılar. Yəni məhkumluq oldu. Əskəriyə tac etmədim ki, nəyə gedim? Çünki gəlib heç bir işə girə bilməyəcəm. Niqor-Nuvayni bilet aldım. 2007-ci ildə də mən Niqor-Nuvayni bilet var, heç bir işə girə bilmirəm. Artıq otdum ağrı. İğnəylə. Ondan sonra da boşluq dalı getdi. 2009-cu ildə bir də polislə dava ilə, 2011-ci ildə narkotiklə tutdular. Düz istifadə edirdim, amma yox idi tutdular. Qoydular, göndərdilər. 2012-ci ildə bir də tutdular. Qapıdan gəlib çağırdılar. Çünki istifadə edirdim də. Yəni üstümdə olub-olmamağa ehtiyac yox idi. Götürdülər, apardılar. 2 dəfə də 2015-də oğurluq. Yəni o olan bir şey idi. Həbs edildi. Belə anlaşılır ki, o birinci o həbs olmasaydı, hansı ki deyirsiniz prinsipə görə, siz sonra işə girə bilməmisiniz. Yəni o olmasaydı bəlkə də işə də girərdiniz, bəlkə də həyatınız bu qədər çöküş olmazdı. Çünki siz 2004-cü ildə institutu bitirdim. Artıq heç yerdə işə işləmirəm. İnstitutda qurtarmışam, altımda maşın, özüm də yüngüldən də istifadə edirdim. Elə bir boşluq da oldu. Elə də getdi ki, ta arxası. Həyatınız çox keşməkeşli olub. Amma bir oğlunuz var. Ən azından o oğluna görə, özünüzə görə bundan sonra yaşamağa, ayaq üstə qalmağa dəyər. Bəli. Biz arzu edirik ki, sizin həyatınız bundan sonra rəvan getsin. İnşallah. Sağ olasınız. Yəqin ki, burayla da əlaqəni qopartmayacaqsınız. Gəlib gedəcəksiniz. Çünki burada sağalmısınız. Gəlib getmək yox, gedib gələcəm. Hə. Gəlib getmək başqa. Gedib gələcəksiniz. Hə, gəlib getmək odur ki, arada bir bura gəlib getmək, bir də var gedib gəlmək. Yəni bir dənə əsas odur ki, tanışıram, bilirəm ki, anamdır, yəni yaxşıdır. Səsini eşidəndə bilirəm, mən ancaq özünü saxlaya biləcək bir adamdır. Yəni şükür Allaha ki, elə özünün pensiyasının özünə bəsləyir, onun ehtiyacı yoxdur mənim nəyəsə işləməyə, nəyə. Uşaqlar da yəni yaxşıdır, yoldaşım da işləyir, uşaq da. Görüşürsünüz ananızla? Yox, ağrıyır deyə o Gəncədədir, gələ bilmir anam. Telefonla danışıram. İndi uşaq da ki, buradadır, indi tətildən, indi yəqin ki, bu yaxınlardadır, inşallah gələr bura. İnşallah. Telefonla danışıram, belə hələ görüşməmişəm. Biz sizə uğurlar arzu edirik. Çox Arzu edirik ki, bundan sonraki həyatınız yaxşı olsun. İnşallah. Sağlam olasınız və xoşbəxt olasınız.